müəllimlər, hər vaxtınız xeyir olsun. Yenə sizlər üçün tərtib etdiyim yeni sınavımın 44-cü sualının izahını təqdim edəcəm. Diqqətli olaq, zəhmət olmasa. Usta Vüsal bir qat zivana birləşməsi hazırlayarkən yuvanın və yarığın yanağının qalınlığını 15 mm olaraq təyin edib. O, bu birləşmənin möhkəm olması üçün detalın qalınlığını hesablamaq istəyir. Ustanın hesablamasına görə detalın qalınlığı neçə millimetr olacaq? Müəllimlər, bu məsələni həll edə bilmək üçün mütləq məsələnin şərtində verilən anlayışları anlamalı, başa düşməli, həmin anlayışların hansı hərflə işarə olunduğunu bilməliyik ki, məsələnin həllinə baxarkən həmin kəmiyyətlərin, yəni hansı düsturda ifadə olunduğunu bilək, məsələdə axtarılanı tapa bilək, elə deyilmi? Bunun üçün biz bilməliyik, yanağın qalınlığı hansı hərflə işarə olunur, detalın qalınlığı hansı hərflə işarə olunur. Bəli, məsələnin şərtində yanağın qalınlığını 15 mm verib, elə deyilmi? Biz veriləni qeyd etmək üçün bilməliyik, yanağın qalınlığı hansı hərflə işarə olunur. Deməli, yanağın qalınlığı S indeksində 2, S2 hərfi ilə işarə olunur. Yəni, S2 bərabərdir 15 millimetr. Aha. Bizdən nəyi soruşur? Ustanın hesablamasına görə detalın qalınlığı neçə millimetr olacaq? Müəllimlər, detalın qalınlığı hansı hərflə işarə olunur? Detalın qalınlığı S0 ilə işarə olunur və bizdən S0-ı soruşur. S0 bərabərdir sual işarəsi. Yəni, axtardığımız detalın qalınlığıdır. Müəllimlər, biz bu məsələnin həllinə baxmaq üçün elə bir düstur yazmalıyıq ki, həmin düstur həm S2, həm S0-la ifadə olunsun, elə deyilmi? Bəli, biz bu məsələnin həllinə baxmaq üçün yanağın qalınlıq düsturunu yazmalıyıq. Diqqətli olaq. Aha. Belə yanağın qalınlıq düsturu. S2 bərabərdir 0,5 vurulsun, mötərizə açdım, S0 çıxılsın A-ya, elə deyilmi? Deyəcəksiniz, ay müəllimə, axı yanağın qalınlığında bir qaz zivananın qalınlığı da var. Axı bizim məsələmizin şərtində bizə bir qaz zivananın qalınlığını verməyib. Yaxud bizdən axı bir qaz zivananın qalınlığını soruşmur. Bizdən axı detalın qalınlığını soruşur. Bəs biz o A-nın yerinə nə yazacaq? Bəli, müəllimlər, biz yanağın düsturunda, yəni S2-nin düsturunda A-nı S0-la ifadə edəcəyik. Yəni, bir qaz zivananın qalınlığını A-nı S0-la ifadə edəcəyik. Axı, öyrənmişdik. A nəyə bərabər idi? A bərabərdir 0,4 vurulsun S0-a. Bəli. Deməli, yanağın düsturunda diqqətli olaq. S2 bir dəqiqə. Aha. S2 bərabərdir 0,5 vurulsun S0 çıxılsın. A-nı yerinə nə yazacağım müəllimlər? A-nı S0-la ifadə edəcəm. 0,4 vurulsun S0-a. Yenə deyirəm müəllimlər. S2-nin yanağın qalınlıq düsturunda mən A-nı, bir qaz zivananın qalınlığını S0-la ifadə etdim. Yəni, öyrənmişdik A nəyə bərabərdir? 0,4 vurulsun S0-a. Və getdim. Burada S0 çıxılsın A idi, elə deyilmi? A-nın yerinə 0,4 vurulsun S0 yazdım. İndi məsələnin həllinə baxacam. S2 nə vermişdi müəllimlər? 15 vermişdi, elə deyilmi? 15 bərabərdir 0,5 vurulsun. Müəllimlər, S0-dan 0,4 S0 çıxanda biz bilirik, əgər bir ədədin qarşısında, yəni rəqəm yoxdursa, o S0 1 S0 deməkdir, elə deyilmi? Baxın, bu elə, yəni 1 olanda yazılmır. Əslində bu 1 S0-dır. Amma biz bilirik ki, 1 olanda yazılmır. İndi sizlər üçün anlaşılan olsun deyə o 1-i ora yazdım. Deməli, 1 S0 çıxılsın 0,4 S0 olanda cavab olacaqdır. Baxın, bu mötərizənin cavabı 0,6 S0-dır. 15 bərabərdir 0,5 vurulsun 0,6
vuraq S0. Aha. Deməli, bir dəqiqə yenidən yazacağım. Aha. Deməli, yazdım 15 bərabərdir 0,5 vurulsun. Müəllimlər, S0-dan 0,4 S0 çıxmışdı, qalmışdı. 0,5 vurulsun 0,6 S0-a, elə deyilmi? Aha. 15 bərabərdir müəllimlər. 0,5-i 0,6-ya vuranda eləyir 0,3 S0-a. Aha. Müəllimlər, deməli, məsələnin şərtində 15 bizə S2-ni, yanağın qalınlığı vermişdir. Bizdən detalın qalınlığı soruşurdu, elə deyilmi? Bir də yenidən yazım. Sizlər, ya müəllimlər, ekranı skrin eləyin, yaxud da öz qeydlərinizi aparın. Ekran balaca olduğu üçün mən məcburam, yəni tez-tez silib yenidən yazam ki, daha aydın olsun. Aha, deməli, aldıq ki, 15 bərabərdir 0,3 S0-a. Bəli, bizə detalın, yəni yanağın S2-ni, yanağın qalınlığını vermişdi 15 mm və bizdən soruşurdu detalın qalınlığı. Yanağın qalınlığı, yəni S2-ni vermişdi 15 mm. Bizdən soruşurdu detalın qalınlığını, yəni S0-ı soruşurdu, elə deyilmi? Və müəllimlər, deyərdim ki, bu məsələnin 50%-i də riyaziyə bağlıdır, elə deyilmi? Riyazi biliyimizə, riyazi savadımıza və çox sadə də məsələdir. Deməli, buradan S0-ı tapacağam. S0 bərabərdir. Nəyə müəllimlər? 15 bölünsün 0,3-ə. Aha. Buradan vergülü atacağım. Buradan 15-in yanına bir 0 gətirəcəm. 150-ni də 3-ə böləndə eləyəcək 50 mm. Aha.